Bir daha salamlayıram sizi. Bugün sizə çox önəmli bir mövzuda izahlar təqdim edəcəyəm. Bizim bugünkü mövzu həm imtahan prosesində, həm müsahibə mərhələsində ən önəmli mövzulardan biridir. Mən əvvəlcə ekran paylaşımı edeyim ki, yazı yaza-yaza siz də onu görə biləsiniz və mənim izahımı aydın şəkildə görə biləsiniz, eşidə biləsiniz. Ekran görürsünüzmü? Bəli, Bəli, müəllim. müəllim. Demək, bizim bugünkü izahımız olacaq müəllimin pedaqoji qabiliyyətləri. Müəllimin pedaqoji qabiliyyətləri. Deməli, biz bugünə qədər keçdiyimiz mövzular var idi və biz görürdük ki, müəllim bəzi davranışları yerinə yetirir. Biz bunu ayrı-ayrı mövzuların daxilində gördük. Məsələn, son keçdiyimiz hissədə şagird davranışları ilə bağlı danışanda biz orada istər sosial öyrənmə nəzəriyyəsi olsun, istər sinfin idarə edilməsi olsun, istər operant şərtlənmə nəzəriyyəsi olsun, istər seçim nəzəriyyəsi olsun, müəllimin orada göstərdiyi bütün davranışlar əslində müəllimin pedaqoji qabiliyyətlərində böyük ölçüdə nəzərə alınıb. Bu pedaqoji qabiliyyətlər mövzusu əslində təzə mövzu deyil. Pedaqogika istiqamətində əvvəllər təqdim olunurdu, amma bugün baxmayaraq onun daxilindən çıxır, kurikulum istiqaməti müəyyən olunub, müəllimlərin pedaqoji qabiliyyətləri daha da dəqiqləşib və müəllimlər bugün həmin qabiliyyətləri yerinə yetirməlidir. Mən bugün sizə həmin qabiliyyətləri təqdim edəcəyəm və onları bir-bir izah edəcəyəm. Bu qabiliyyətlər mövzusu ən önəmli mövzulardan biridir. Mən sizə sonda nümunə göstərəcəyəm ki, nə üçün bu qabiliyyətlər mövzusu bizə lazım olacaq, həm işimizi qurmaq üçün, həm də müsahibədə təqdim olan bəzi suallar var ki, həmin sualın cavablarını hələ bu pedaqoji qabiliyyətlər mövzusuna daxil olub cavab vermək olar. Yəni, həm test üçün, həm də müsahibə üçün vacib mövzudur. Müasir dövrdə müəllimdən gözlənilən pedaqoji tələblər var. Biz burada etik davranış qaydalarından danışmırıq, o başqa mövzudur. Bir də var pedaqoji tələblər. Biz bu pedaqoji tələbləri iki qrupa bölürük. Yəni, bütün tələblər, bu qabiliyyətlər neçə ədəddirsə, hansılardırsa, biz onları iki qrupa bölürük. Aparıcı və bir də ikinci dərəcəli olanlar. Mən birinci sizə aparıcı qabiliyyətlərin adını yazıram. Müəllimlərdə mütləq lazım olan aparıcı qabiliyyətlər 2 ədəddir. Buna deyilir təşkilatçılıq qabiliyyəti. Bir də deyilir didaktik qabiliyyət. Yəni, hansı müəllimdə bu iki qabiliyyətdən biri yoxdursa və ya ikisi də yoxdursa, o müəllimin pedaqoji fəaliyyət göstərməsi məsləhət görülmür. Çünki müəllim minimum sinfi təşkil etməyi bacarmalıdır. Sinifdə biz sizə emosional taksonomiya keçmişdik. Məsələn, uşaqlar birinci qəbul olunma səviyyəsində olmalıdırlar. Yəni, müəllimlə ünsiyyəti qəbul etməlidirlər. Bu birbaşa əmələ gəlmir. Mən sinifə girmişəm, uşaqlar mənə hökmən qulaq asmalıdır. Xeyr. Müəllim təşkilatçılıq qabiliyyətini işə salır. Onlarla ünsiyyətə girir. Şagirdlər, müəllimlər ünsiyyətə razılaşırlar. Biz buna deyirik qəbul etmə səviyyəsi. Amma müəllimin göstərdiyi bu işlər təşkilatçılıq qabiliyyətinə bir nümunədir. Sinfi təşkil etmə, dərsi planlaşdırılmış şəkildə yerinə yetirmək, sinfi idarə etmək, sinifdə şagirdləri öyrətmək üçün hansı işlər görülürsə, yəni
hərəkətdən söhbət gedir ha. Yəni söhbət öyrətmə metodundan getmir. Hərəkətlərdən, qrupların yaradılmasından, sinfi idarə edilməsindən biz bunun hamısına deyirik təşkilatçılıq qabiliyyəti. Bəs didaktik qabiliyyət nədir? Didaktika pedaqogikada öyrətmə tərəfini əmələ gətirir. Hansı müəllimin didaktik qabiliyyəti varsa, biz deyirik ki, məsələn, bu müəllim belə deyində, didaktikanın ikinci adı təlim qabiliyyətidir. Bunun üçüncü bir adı da var, öyrətmə qabiliyyəti. Hansı müəllimin öyrətmə qabiliyyəti yoxdursa, demək ki, o heç müəllim deyil. Çünki müəllim digərlərindən nə ilə fərqlidir? Axı, müəllim öyrədəndir. Yəni, bəzən biz deyirik ki, filan kəs çox savadlıdır, amma çatdıra bilmir. Çatdıra bilmir nə deməkdir? Öyrədə bilmir də. Onda o müəllim deyil. Bizə nə lazımdır? Yəni, 100% savada malikdir, amma 10% öyrədə bilir. Biz bunun müəllimliyini zəif hesab edirik. 60% savada malikdir, ancaq 50%-ni öyrədə bilir. Yəni, bu nə deməkdir? Savadı nə qədərdirsə, daha çoxunu öyrədə bilir. Bu nədən asılıdır? Müəllimin öyrətmə qabiliyyətindən asılıdır. İndi bu dediyim əsas qabiliyyətlərdir, aparıcı qabiliyyətlərdir. Və bu qabiliyyət hər bir müəllimdə olmalıdır. Müsahibə mərhələsində də ilk həmlədə bunu yoxlayırlar ki, müəllimin təşkilatçı qabiliyyəti var, didaktik qabiliyyəti var, yoxsa yoxdur. Eyni zamanda imtahan suallarını seçəndə də əgər situasiya tipli suallar qoyulursa və bunu yoxlayırlar. Görürsən, müəllimin təşkilatçı qabiliyyəti, didaktik qabiliyyəti var, uyğundur, yoxsa yox. Yəni, sualların qoyuluşunda belə bu iki qabiliyyətə daha çox önəm verirlər. Bu diqqətdə saxlamalıyıq. İndi isə gəldik ikinci dərəcəli qabiliyyətə. İkinci dərəcəli qabiliyyət o demək deyil, bu bizə lazım deyil. Xeyr, bütün qabiliyyətlər bizə lazımdır. Ən əsas iki qabiliyyət, birinci iki yerdə olan qabiliyyət təşkilatçılıqla didaktik qabiliyyətdir. Digərləri isə üçüncü, dördüncü, beşinci, yəni sonraki gələn qabiliyyətlərdir. Mən bunları başqa bir rənglə göstərim ki, sizə də aydın olsun. İkinci dərəcəli qabiliyyətlər hansılardır? Kommunikativ qabiliyyət. Kommunikasiya bilirsiniz, ünsiyyət deməkdir. Müəllim ünsiyyətdədirsə, onun kommunikativ qabiliyyəti var. Nə üçün kommunikativ qabiliyyət önəmlidir? Axı, biz demişik ki, müəllim bütün şagirdlərlə ünsiyyətə keçir, bütün şagirdlərin valideynləri ilə ünsiyyət qurmalıdır, məktəbdəki həmkarları ilə ünsiyyət qurmalıdır. Amma özümüz də bilirik ki, hər insan eyni deyil. Deməli, fərqlidir, əsəblər fərqlidir, xasiyyətlər fərqlidir, prioritetlər fərqlidir. Axı, müəllim hamısı ilə ünsiyyətə girirsə, demək, hamının tərzinə uyğun davranmalıdır ki, onları birlikdə hansısa bir məqsədə çatdıra bilsin. Bu, müəllimdən nəyi tələb edir? Kommunikativ qabiliyyəti tələb edir. Yəni, müəllim deməməlidir ki, filan kəs gəlib yenə məndən nəsə soruşur, xahiş edirəm, sən get mənim yerimə danış. Əgər belə deyirsə, onda kommunikativ qabiliyyət yoxdur. Müəllim özü ünsiyyətə keçməlidir. İstəyir dərsi pozan insanlar olsun, istəyir dərsi pozan həmkarları olsun, istər şagirdlər olsun, istər məktəb daxilində, istər məktəb xaricində. Müəllim davamlı olaraq ünsiyyət saxlamağı bacarmalıdır. Biz buna deyirik kommunikativ qabiliyyət. Növbəti qabiliyyətimiz adlanır perseptiv qabiliyyət. Perspektiv demirəm, perspektiv qabiliyyət olmur. Perseptiv qabiliyyət. Perseptiv qabiliyyət nədir? Bax, qabağına bir dənə tirə çəkib yazıram ki, daxili aləmi tanımaq. Yəni ki, sizə sual düşsə ki, müəllim şagirdin daxili aləmini tanıyır, psixoloji vəziyyətini hiss edə bilirsə, demək bu müəllimdə perseptiv qabiliyyət var. Baxın, şagirdlərin psixologiyasında əgər problem varsa, sən müəllimsənsə onu dərhal hiss edəcəksən. Necə ki, bəzən evə gəlirsən, anan deyir, sən bugün deyəsən ağlamısan. Deyirsən, ana hardan bilirsən, o sənin anandır və səni tanıyır. Müəllim də hər bir uşağını tanımalıdır. Müəllim bilməlidir ki, bu uşaqda nəsə düz getmir, axı həmişəki kimi deyil. Bunun halı xoşuma gəlmir. Hətta bir nümunə göstərim, müəllimlərdən biri deyir ki, mənim sinifimdə şagirdlərin
evlərində əgər problem varsa, mən onları dərhal bilirəm ki, bugün bu uşaqda problem var. Çünki onun halından bilirəm. Belə bir əlaqəyə perseptiv qabiliyyət deyilir. Yəni, müəllim bilməlidir ki, bu uşaq nəsə özündə deyil. Əgər müəllimdə perseptiv qabiliyyət yüksəkdirsə, bullying hallarını da tez müəyyən edə bilər, şagirdlərin depressiyaya düşməsini də tez müəyyən edə bilər və nəticədə tez bir zamanda tədbir görə bilər. Amma tədbir o demək deyil, valideynlərinə xəbər etmək lazımdır. Xeyr, bəlkə problemi valideyn tərəfindən yaradılır. İlk öncə psixoloqla məsləhətləşmək lazımdır. Psixoloq araşdırma aparmalıdır. Lazım olsa məktəb rəhbərliyinə məlumat verməlidir. Yoxsa birbaşa valideynə bildirmək bəzən o qədər də effektiv yol olmur. Çünki psixoloji vəziyyətin kökü araşdırılmalıdır. İstənilən halda bu məsələnin başlanğıcı nədir? Müəllimin perseptiv qabiliyyəti. Növbəti qabiliyyətimiz gəlir. Onun adı belədir. Suggestiv qabiliyyət. Suggestiv qabiliyyət. Bu da çox maraqlı qabiliyyətdir. Suggestiv qabiliyyətin qarşısına yazıram ki, emosional iradi təsir. Emosional iradi təsir nədir? Bilərəkdən təsir. Bax, mən sizə bir nümunə göstərəcəyəm. Çox maraqlı nümunə olacaq sizin üçün də, real nümunədir. Bizim dəyərli şəhidimiz, Allah bütün şəhidlərə rəhmət eləsin, dəyərli şəhidlərimizdən biri olan General Polad Həşimovun anası çıxış edir, Səmaya xanım çıxış edir. İndi ona sual verirlər ki, necə oldu ki, sənin oğlun hərbiyə gəldi. O belə bir çıxış edir, deyir ki, onun bir müəllimi vardı, tarix müəllimi, adı Habil idi. Bilmirəm, qalıb yoxsa qalmır. Qeyd edim ki, Habil müəllim 2010-cu ildə dünyasını dəyişib, tarix müəllimi idi, Lənkəranlı idi, Səhnəkəran kəndində olurdu. Amma fəaliyyətinin böyük hissəsini Polad Həşimovun məktəbində keçirib. 30 ilə yaxın, bəlkə də ondan çox o məktəbdə dərs deyib. Və deyir, bilmirəm, o qalıb yoxsa qalmıyor. Vaxtilə oğlun sənədlərini hüquqa verəndə, Habil müəllim ona deyib ki, indiki dövrdə o hünərli o insana deyərəm ki, sənədlərini hüquqa yox, hərbiyə versin. Bu söz Polada çox pis təsir edir və sənədlərini hüquqdan götürür, hərbiyə verir. Nəticə, Habil müəllim 2010-da dünyasını dəyişsə də, 2020-ci ildə onun şagirdi şəhid olur, general kimi şəhid olur. Az yaşda general rütbəsini qazanan insan kimi, hətta Qarabağ zəfərini qazanmasında başlanğıc hadisələrdən biri oldu. Onun şəhidliyi insanlara böyük bir təkan verdi hardasa. Deməli, rəhmətli Habil müəllimin göstərdiyi təsir suggestiv qabiliyyət olub. O bilə-bilə təsir eləyib. Və buna hətta necə demək olar? Buna hətta bəzən deyilir ki, müəllimin ruh verməsi, təlqin edici, inandırıcı qabiliyyəti də buna deyilir. Elə ki, müəllim bəzən şagirdini qıcıqlandırır, bu sənlik deyil. Bilərəkdən deyir ki, uşaq buna qıcıqlansın və bunu sübut eləsin ki, mənli idi. Və nə baş verir? Uşaq bunu sübut edəndə özü öyrənmiş olur. Və bu da müəllimin suggestiv qabiliyyəti adlanır. Yəni, suggestiv qabiliyyət odur ki, müəllim bilərəkdən emosional təsir göstərir, onu yönləndirir, ya qıcıqlandıra, ya təqin edərək, ya inandıraraq, dəxli yoxdur. Müəllimin göstərdiyi yol. Biz buna deyirik suggestiv qabiliyyət. Bura qədər aydındırmı? Bəli, müəllim. Növbəti qabiliyyət gəlir. Tədqiqatçılıq qabiliyyəti. Tədqiqatçılıq qabiliyyətinin həmişə mən qabağına yazıram proaktiv davranış. Mən sizə proaktiv davranışı keçmişəm. Proaktiv davranış nədir? Müəllim ətrafı müşahidə eləyir. Görür ki, məsələn, bir şagirdlə bir müəllim arasında problem var. Müəllim bu cür davrandı, şagird bu cür reaksiya bildirdi, yaxşı alınmadı. Bəs mənim başıma gəlsə mən nə edərəm? Müəllim elə bir ki, ətrafındakı hadisələri görür, özü üçün nümunə götürür və özü başlayır özlərində plan qurmaya ki, birdən mənim başıma gəlsə mən necə edərəm? Öncədən bir planı var. Biz buna deyirik proaktiv davranış. Yəni, tədqiqatçılıq odur ki, müəllim ətrafını tədqiq eləyir. Bir tədqiqatçılığı başqa bir yerdə də görmüşük. Müəllimin fasilitasyada rolu var, tədqiqatçılıq rolu, o da buna aiddir.
Müəllim daim ətrafı müşahidə eləməlidir ki, hansı hadisəni görsə, birdən onun başına gəlsə, o necə davranacaq? Öncədən buna hazır olmalıdır. Buna deyilir proaktiv davranış. Və biri də var pedaqoji refleksiya. Buna isə mən deyirəm reaktiv davranış. Və yenə həmin o davranışdandır. Proaktivin yanında reaktiv vardı ya və həmin reaktivdir. Yəni pedaqoji refleksiya odur ki, müəllim ani planlaşdırmayıb bir hadisəni birdən onun rast gəlir. Məsələn, birdən şagird, məsələn, sinifdə müsahibədə sual verirlər ki, birdən şagirdin halı pisləşdi, nə edərsən? Belə bir halda müəllim əgər deyirsə ki, müsahibədə məsəl üçün də mən axı dərs deməyə gəlmişəm, cəmaatın bağları məni gözləyir. O müəllim müsahibəni keçmir. Niyə? Həmin anda uşağa yardım eləmək lazımdır. Müəllim özündə demək ki, yəqin eləməlidir ki, öncədən sinifdə halı pisləşən uşaq olsa birinci ona dəstək verməliyəm. Sinifdə filan şey olsa mən heç vaxt şagirdə əl qaldırmamalıyam. Nə olursa olsun şagirdi təhqir etməməliyəm. Bütün bunlar nəyə kömək eləyir? Müəllimin refleksiyasının düzgün olmasına, reaktiv davranışın formalaşmasına. Deməli, tədqiqatçılığı proaktiv davranış hesab edirik, pedaqoji refleksiyanı isə reaktiv davranış hesab edə bilərik. Növbəti qabiliyyət gəlir, elmi, idraki qabiliyyət. Mən bunun ölçüsünü bir qədər balacalaşdırım ki, sizə tam şəkildə hamısını bir sırada göstərə bilim. Elmi idraki qabiliyyət odur ki, məsələn, müəllim deyək ki, ixtisasını artırmaq istəyir məsəl üçün. Deyək ki, bakalavr oxuyub, istəyir ki, magistr təhsili alsın. Onun işinə mane olmayacaqsa, bunda bir problem yoxdur, ala bilər. Müəllim davamlı kurslara getməlidir, özünü inkişaf elətdirməlidir. Məsələn, indi Coursera ilə beynəlxalq milli proqram vardı bizdə, onun təşkil etdiyi bir layihə var. Hər bir müəllimə deyəsən 6 həftə hər bir insana şərait yaradır ki, ödənişli şəkildə kurs alsın və Coursera'nın sertifikatını qazansın. Bu nə deməkdir? Hansı müəllim istəsə özünü təkmilləşdirə bilər. Sizin bugünkü bizim bu dərsə qoşulmağınız belə elmi idraki qabiliyyətin nümunə ola bilər ki, müəllim öz üzərində işləyir, əlavə kurslar keçməklə özünü təkmilləşdirməyə çalışır. Buna deyilir elmi idraki qabiliyyət. Testlərdə daha çox bizim üzərimizə, yəni qarşımıza çıxır, öz ixtisası üzrə yüksək dərəcəli təcrübələr qazanmaq kimi. Bu, istər təhsilini artırmaq ola bilər, istər təcrübəsini artırmaq ola bilər və s. Yəni, sizin ətrafınızda əgər müəllimlər görürsünüzsə ki, davamlı kurslara gedirlər, həmişə aktivdirlər, bilin ki, o qeyri-adi bir hadisə deyil də, bu müəllimin qabiliyyətidir. Yəni, müəllim əgər fikirləşirsə ki, mən onsuz bilirəm, mənə bu qədər bəs edər, bu əslində yəni, elmi idraki qabiliyyətin əksinə olan bir şeydir. Elmi idraki qabiliyyət o deməkdir ki, müəllim öz üzərində daim işləməlidir, təcrübələrini artırmalıdır və s. Növbəti qabiliyyətimiz gəlir, ekspresiv qabiliyyət. Ekspresiv qabiliyyət. Ekspresiv qabiliyyət odur ki, müəllim bilərəkdən şagirdin duyğularına təsir göstərə bilər. Buna emosional yoluxma deyilir, aydınlıq deyilir. Münasibətdə olan müəllim öz təlim-tərbiyə işinin nəticəsini qabaqcadan görməlidir. Hətta ki, mən bu duyğulandırıramsa, bu nə üçün duyğulandırıram? Məsələn, sizə bir hekayə danışa bilərəm. Bilirsiniz, bu hekayə internetdə də yayılmışdı ki, məsələn, bir yaşlı bir qadın binanın həyətində gəzəndə öz cibində olan pulunu itirir və bir elan yazır, ruçka ilə elan yazır kağıza, binanın aşağısında divara yapışdırır ki, mənim cibimdə olan son 20 manatı itirmişəm, bu mənim kommunal pulum idi, kim tapsa xahiş edirəm, məsələn, 5-ci mərtəbədə filan nömrəli otaqda oluram və gəlsin həmin pulu mənə qaytarsın, çünki mənim buna çox ehtiyacım var. İndi oradan keçən bir cavan insan, gənc insan bu elanı görür, çox təsirlənir, görür ki, bunun həqiqətən 20 manata ehtiyacı var. Deyir, mən pulu tapmasam da gedim bu pulu təqdim edim. Qalxır 5-ci mərtəbəyə, qapını döyür, həmin yaşlı qadın qapını açır. Deyir, nə məsələ? Deyir, mən sizin pulu tapmışam, bu da 20 manat götürün. Qadın qalır buna bir mənalı şəkildə baxır və deyir ki,
Və çox maraqlıdır və çox qəribədir ki, sən artıq 5-ci adamsan ki, mənim pulumu tapıb mənə verirsən. Bu nə deməkdir? Bu insanlar hamısı kömək eləməyə çalışıb. Qadının bu jesti görsən, həm bu cavanın hərəkəti, həm qadının fikri bizi duyğulandırdı. Empatiya qurmağımıza səbəb oldu. Mənim burada elədiyim çıxış ekspresiv qabiliyyətdir. Yəni sizi duyğulandırmaq üçün bunu dedim ki, siz biləsiniz ki, yaxşılıq etmək lazımdır, xeyirxahlıq etmək lazımdır. Müəllimin bu cür danışığı, bu cür təsiri ekspresiv qabiliyyət adlanır. Amma mütəxəssislər deyirlər ki, ekspresiv qabiliyyəti öncədən planlaşdırmaq lazımdır. Yoxsa sən uşağı elə bir vəziyyətə gətirəcəksən, sonra uşaq depressiyaya düşər, onu depressiyadan çıxarmadan göndərsən, bu böyük problem yarada bilər. Ona görə də müəllim psixoloq kimi öncədən planlaşdırmalıdır ki, mən uşaqda bu vəziyyəti yaratmalıyam. Sizə bir nümunə göstərəm. Bu Yapon məktəbləri ilə bağlı bir nümunə var. İndi o paylaşırlar, internetdə də görə bilərsiniz. Məsələn, Yaponiyada bir müəllim dərs oxumayan uşaq və ya dərs oxuyan uşaq fərqi yoxdur. Sinifdə bir rolik hazırlayıb, video şəkildə qoyur ekrana. Videoda nədən söhbət gedir? Hər bir uşağın atası hansı işi görür və hansı əziyyətlə çörək qazanır. Hər uşaq görür ki, onun atası hansı işi görür, əlləri necə yorulur, hansı əziyyəti çəkir və həmin uşaqlar görsən kövrəlir. Yəni, müəllimin etdiyi bu davranış ekspresiv qabiliyyətdir. Biz burada ancaq negativdən danışdıq, düzdürmü? Amma müəllim bunu müsbətə də yoza bilər. Deyə bilər ki, uşaqlar, biz yaxşı oxumalıyıq, biz bu vətənin vətəndaşlarıyıq. Yəni, onları ruhlandıra bilər. Müsbət deyil, yəni hökmən deyil ki, siz onu mənfi tərəfə duyğulandırasınız. Ona coşqu eləyə bilərsiniz, ruh verə bilərsiniz, coşdura bilərsiniz, motivasiya verə bilərsiniz. Və bu kimi şeylər hamısı müəllimin etdiyi çıxışlar ekspresiv qabiliyyətdir. Şagirdin duyğularına təsir, onu duyğulandırmaq, onu kövrəltmək və hətta onu sevincdən də kövrəldə bilərsən. Bu nə deməkdir? Ekspresiv qabiliyyətdir. Bu hissə müəllimlərin böyük, yəni önəmli qabiliyyətlərindən biridir. Bu qabiliyyəti də yəni göz ardı etmək olmaz. Əsas qabiliyyətlərdən biri kimidir bu da. Növbəti və sonuncu qabiliyyətimiz adlanır konstruktiv qabiliyyət. Konstruktiv qabiliyyət nədir? Biz bilirik ki, konstruktiv sözü var, bir də destruktiv sözü var. Konstruktiv birləşdirmədir, məqsədli şəkildə qruplaşdırmaqdır, sistemləşdirməkdir. Amma destruktiv isə əksinə dağıdıcılıqdır. Əgər bir uşaq deyirsə ki, müəllim, olarmı ki, mən öz fikrimi şəkil çəkim gətirim? Müəllim buna əgər hə deyirsə, olarsa, bu konstruktiv yanaşmadır. Desək ki, yox, bizə şəkil lazımdır, bizə ancaq qrafik lazımdır, demək müəllimin yanaşması destruktivdir. Bu fasilitasiyada da var. Bəs konstruktiv qabiliyyət müəllimdə necə özünü göstərir? Müəllim əgər öz saatını planlaşdıra bilirsə ki, hansı saatda nə işlə məşğulam, plus öz dərsini icmalını yazır və onu yerinə yetirə bilirsə, demək bu müəllimdə konstruktiv qabiliyyət var. Bilirsiniz ki, müəllim işi digər işlər kimi öz seçimi ilə baş verə bilmir. Nə mənada? Məsələn, hansısa bir şirkət işçisi istədiyi vaxtı 5 dəqiqə çıxıb, məsəl üçün, bir stakan çayını içə bilər. Ancaq müəllim işi 45 dəqiqə içində çıxıb çay içmək alınmır. Müəllim sinifə cavabdehdir. Demək ki, müəllim məcburdur işini planlaşdırsın. İşini planlaşdırmasa nə dərsləri qaydasında olar, nə çay fasiləsi yerində olar, nə yemək fasiləsi yerində olar, nəticədə çatdıra bilməz işlərini, səhhətində problemlər yarana bilər və s. Ona görə də konstruktiv qabiliyyət ümumiyyətlə insanlarla işləyən hər işdə çox önəmlidir. Müəllimlərdə də xüsusilə önəmlidir ki, qarşı tərəfin də vaxtını nəzərə almaq, dərsi pozmamaq, eyni zamanda dərsin lazım olan hissəsini yüksək səviyyədə idarə etmək. Ümumiyyətlə, dərsi idarə etmək qabiliyyəti biz deyirik burada konstruktiv qabiliyyət. Vaxtı planlaşdırma qabiliyyəti. İcmalı yazır, onu yerinə yetirmə qabiliyyəti. Buna biz deyirik konstruktiv qabiliyyət. Deməli, biz sizə bugün müəllimlərin pedaqoji qabiliyyətlərini təqdim elədik. Mən bu hissəni yenidən yazım. Bizim bugünkü mövzumuz müəllimlərin
pedaqoji qabiliyyətləri idi. Biz neçə qabiliyyət təqdim elədik? Ümumiyyətlə, bəzi kitablar 5 qabiliyyət verir, bəzi kitablar 7 qabiliyyət verir. Mən bütün kitabları araşdırmışam. Bütün kitablarda toplamda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 qabiliyyət mövcuddur. 10 qabiliyyət. Yaxşı, bəs bu qabiliyyəti bilmə bizə harada köməklik göstərir? Məsələn, belə deyim də, belə bir sual versələr ki, müəllim, sizin sinifdə bullying halı varmı? Və bullying halı olsa bunu hardan bilərsən? Müəllim deyir ki, əlbəttə ki, mən bunu biləcəyəm. Çünki axı məndə perspektiv qabiliyyət var. Bilirsiniz də perspektiv qabiliyyət nədir? Daxili aləmi tanımaq. Mən uşağa baxan kimi bilirəm ki, burada nəsə düzgün deyil. Onunla fərdi söhbət apararam, lazım olsa psixoloqla əlaqələndirirəm və s. Demək, bir var ki, müəllim desin ki, bəli, bilirəm bullying nədir. Bir də var ki, desin ki, bu perspektiv qabiliyyətdə var və mən bunu bilirəm. Yəni, perspektiv qabiliyyətin adını çəkmək o deməkdir ki, sən daha samballı cavab vermiş olursan, sən fərqli cavab vermiş olursan. Və yaxud məktəbdə görürsən ki, hansısa bir hadisə baş verir, sən o hadisəni özün üçün planlaşdıra bilirsənmi ki, sənin başına gəlsə necə etmək olar? Deyirsən, əlbəttə ki, axı məndə tədqiqatçılıq qabiliyyəti var. Mən öncədən bunu analiz edirəm, müşahidə edirəm və ona uyğun plan tərtib edirəm. Yəni, mən bilirəm, mənim də başıma bu gələ bilər. Axı, mən müəlliməm, sinifdə şagirdlərlə ünsiyyətdəyəm. Hansı müəllimin başına nə iş gəlirsə, mən də o hadisəni yaşaya bilərəm. Ona görə buna hazırlaşmalıyam. Və yaxud kurslara getməyə necə baxırsan? Elə müəllim var ki, fikirləşir ki, mən axı müəlliməm, mənim kursa nə ehtiyacım var? Bu yanlış yanaşmadır, bunu qəbul etmirlər. Deməlisən ki, əlbəttə biz özlərimizdə işləməliyik. Çünki biz müsahibəyə hazırlaşanda özünün təqdimat hissəsində bu günə qədər keçdiyimiz kursların da adını qeyd edirik. Niyə? Bu biz göstərir ki, məndə elmi, idraki qabiliyyət var. Və bu onun üçündür. Və yaxud sən şagirdləri harasa ruhlandıra bilərsənmi? Deyirsən, əlbəttə ki, məndə ekspresiv qabiliyyət də var, suggestiv qabiliyyət də var. Mən bilə-bilə görsəm ki, bu şagirdin bu sahəyə marağı var və istidadı varsa, mən elə edirəm ki, o istiqamətdə irəliləsin. Və ona elə təsir edərəm ki, həqiqətən də gələcəkdə öz arzuladığı sahədə olsun. Və gördüyünüz kimi, kurikulumda 3-4 belə mövzu var ki, bütün suallar, nə sual versələr müsahibədə hamısına bu mövzuda cavab vermək olur. Biri də bu mövzudur, müəllimlərin pedaqoji qabiliyyətləri. Bu mövzu ilə bağlı kimin sualı var? Kimə nə aydın deyil? Aydın deyil. Rəqsana müəllimə? Bəli, müəllim, mənə də aydındır. Aha, biz bunun materialında yerləşdirəcəyik. Yəni, bunu təkrar izləyə özünüzdə qeydlərə aparasınız. Yəni, fikirləşməyəsiniz ki, bu qabiliyyətlərin adları çoxdur, mən bunu necə yadda saxlayayım? Hər biri müstəqildir, hər birini siz məktəbdə zaten yerinə yetirəcəksiniz. Çünki bu gün də müəllimlər onu yerinə yetirir. İstər bunun haqqında məlumatı olan olsun, istər məlumatı olmayan olsun. Yəni, bizə nə lazımdır? Müəllim bilsin ki, bu pedaqoji qabiliyyətdir deyə biz buna sahib olmalıyıq. Yoxsa mən filan müəllimdə gördüm, mən də belə edim, bu bəyənilən hadisə deyil. Çünki biz nə demişik? Biz demişik, bizim öz strategiyamız olmalıdır. Əgər Aynur müəllimə, Rəqsana müəllimənin strategiyasını təqdim edirsə, bu yanlışdır. Rəqsana müəllimə Aynur müəllimənin strategiyasını təqdim edirsə, bu da yanlışdır. Aynur müəllimənin öz strategiyası olmalıdır, öz təlimatı olmalıdır, özü müəyyənləşdirməlidir və yaxud kimdənsə görüb götürürsə, bu düzgün sayılmır. O mənada hər bir müəllim bu pedaqoji qabiliyyətlərdən xəbəri olmalıdır və bu pedaqoji qabiliyyətlərə uyğun olaraq da özünü təkmilləşdirməlidir, öz üzərində işləməlidir. Məsələn, müəllim var ki, ünsiyyətçi deyil. Yəni, dərs keçər, şagirdlərlə dərsini keçər. Amma görürsən ki, məsələn, bir valideyn gəlsin, nəsə onunla ünsiyyət qura bilmir, deyir ki, sən get, məsələn, filan müəllimlə danış bu haqda. Bu nə deməkdir? Müəllimin kommunikativ qabiliyyəti zəifdir. Elə müəllim var ki, ancaq dərsini keçir, deyək ki,
savad verir, öyrədir, amma heç vaxt maraqlı deyil ki, bu uşağın niyə rəngi özündə deyil, niyə bu uşaq bu gün aqressivdir. Demək, o müəllimdə nə yoxdur? Perseptiv qabiliyyət yoxdur. Və s. və ilaxır. Bu haqda çox danışmaq olar. Çalışın ki, bu mövzunu dinləyəndə özünüzdə qeydlər götürün. İlk öncə bu qabiliyyətlərin hər birinin adlarını mütləq şəkildə bilməlisiniz və plus da onu həmin qabiliyyətin qarşısına özüzküləşdirin qabiliyyəti ki, necə başa düşürsünüz. Onu başa düşmək üçün bir xüsusi sözlər əlavə edin ki, məsələn, bu fəaliyyət bu qabiliyyətə aiddir. Bunu eləmək bu qabiliyyətə aiddir. Özünüzün timsalında bunu qəbul edin. Yəni, kitab cümləsi sizə lazım deyil, çünki sizin yaddaşınızda qalmayacaq. Özüzküləşdirə bilsəniz, öz fikirlərinizdən bunu təqdim edə bilsəniz, o olacaq sizin və heç vaxt sizin yadınızdan çıxmayacaq. Çünki bu qabiliyyətlərin hər birini siz öz siniflərinizdə yerinə yetirəcəksiniz. Belə, bugün təqdim etmək istədiyim hissə bundan ibarətdir. Mən sizə yazaraq birazdan ki, növbəti dərsimizə qədər hansı fəaliyyətləri yerinə yetirəcəyik. Biz artıq ümumi təkrara başlayırıq ki, testlərlə ümumi təkrar edəcəyik bütün mövzulardan. Mən burada paylaşımı dayandırıram. Kimin sualı var, kimə aydın deyilsə, mənə burada da verə bilər, mənə WhatsApp-da da yaza bilər.